Bir gün mən məşhur ləzzətli yeməyi hazırlamışam. Bilirsiniz nədir? Düzdür, sıqam. İçəri yumuşaq, fırçalı, adlı sıqam ləzgi. İlk öncə xəmir yoğururuq. 4 stakan un tökürük. 1 yumurta axılı sarılı, 1 çay qaşığı duz qatışdırırıq. Sonra bura 200 mg ilıq su tökürük. Ümumiyyətlə xəmirə 1 stakan yarım su gedib 300 mg. Yumuşaq xəmir yoğururuq. Masanın üstündən 2 yerə bölürük və yarım saata qoyuruq qırağa. Kartofu deməli xırda-xırda doğrayırıq, soğan qızartırıq və ora ət qatırıq. Ora çiğ ət getirirəm, mən xoşlamıram. Bir əti bişirdim. Sonra soğana qatdım, duz istiot vururam və çox qızartmırıq. Kərə yağı da biraz daçun qatmışam. İçi hazırdır. Altını söndürürük, qoyuruq qırağa, çünki iç tam soyuq olmalıdır. İçini hazırlayankən xəmir yaxşı özünə gəlib. Birinci hissəsini, ən böyük hissəsini açırıq, nazik açırıq. Yağını sürtürük və belə rulet formasında pükürük. Belə bir şorğal kimi də pükürük. Sonra üstünə yenə yağ sürtürük və belə qattalayırıq. Qattalayırıq, üstünü salafanla örtüb qoyuruq qırağa. Sonra ikinci lavaşı da açırıq, o biraz balacadır, o üstə həmişə gedir. Piroqun üstünə onu da açırıq. Həmişə necə birinci ruleti açmışdıq, eyni də o birisini də, ikincisini də belə pükürük rulet şəklində. Üstünü yağlayırıq və yenə də belə qattalayırıq. Yenə salafanla örtüb qoyuruq qırağa, saxlayırıq harca 25 dəqiqə ki, yağ donsun ki, qatlar belə yaxşı tutsun özünə. Sonra ətin içinə kartofları tökürük, deməli qatışdırırıq. İndi ən birinci hissəsini götürürük böyüyünə və açırıq. Məndə forma deməli 30 sm diametrdə. Xəmiri açırıq, biraz çox açırıq ki, belə formanın qırağını tutsun. Sonra ikinci xəmiri açırıq. Amma onu çox açmırıq, elə 30 sm-də açırıq. İçi tökürük, sonra ikinci hissəsini örtürük. Qapaq kimi, bu da belə piroq qırağını belə pükürük. Çəngəllə belə deşirik ki, və üstünə 2 xörək qaşıq kərə yağından belə sürtürük. Sonra qoyuruq sobaya 180 dərəcədə düz 1 saat pişir. Pişən kimi, hazır olan kimi, xına kimi belə görürsünüz qızarıb, qıpqırmızı. Üstündən yağ sürtürük. Çox gözəl piroq çıxdı. Deməli, piroq hazır olanda onu çövürürük. Yağla sürtürük, belə doğrayırıq.